İşlərin çoxluğundan bir vaxtlar Ağ Evdə yatan Elon Musk indi oradakı vəzifəsindən uzaqlaşır. O tezliklə hökumətin səmərəliliyi departamentindəki işini başa vuracaq. Musk'ın qurumdakı işləri artıq uzaqdan idarə etdiyi bildirilir. İddialara görə o sol siyasi qüvvələrin təzyiqlərindən yorulub. Bu səbəbdən Musk Oval kabineti tərk etmək niyyətindədir. Xarici nəşrlər yazır ki, Amerikalı milyarder indi diqqətini Tesla'ya yönəltmək fikrindədir. Satışların azalması Elon Musk'ı bu istiqamətdə hərəkətə keçirib. Elon Musk acknowledged on a conference call on Tuesday. Elon Musk Tesla'da satışların azalmasının səbəbinin onun siyasətdəki addımlarından qaynaqlandığını bilir. Artıq ona qarşı etirazlar da çoxalıb. Nümayişçilərin şirkətin qarşısına toplaşaraq aksiya keçirmələri adi hal alıb. Tesla'nın bəzi investorları Musk'ın siyasi baxışları ucbatından şirkətə yatırım etmirlər. Buna görə də o, Ağ Evdəki işlərindən bir qədər uzaqlaşmaq niyyətindədir. It is mostly done in his words. Amerikalı milyarderin agentlikdəki fəaliyyəti böyük xaosa səbəb olub. Bu qurum Elon Musk'a böyük səlahiyyətlər verib. Kimin işdən çıxarılacağı, kimin vəzifəsinin artırılacağı və gəlirlərin necə hesablanacağı birbaşa Musk'a bağlı idi. Onun federal məlumatlara daxil olması ölkədə bir mənalı qarşılanmayıb. Elon Musk illik kəsiri $1 trilyon azaldacağını bildirib. Lakin əsl nəticə hələ də ictimaiyyətə açıqlanmayıb. Bundan əlavə USAID proqramlarının 80%-dən çoxu dayandırılıb. Onun 10.000 işçisi vəzifədən azad edilib. İddialara görə bu agentlik federal hökuməti idarə etmək məqsədi ilə yaradılıb. Bu, dövlət qulluqçularını Ağ Evin strategiyasına uyğun davranmağa məcbur edib. Xarici nəşrlər yazır ki, Elon Musk hökumətin səmərəliliyi departamentindəki işi ilə hakimiyyəti prezidentin ətrafında mərkəzləşdirməyə çalışıb. Məncə Elon Musk rəsmilərlə kənardan məsləhətləşmələr aparacaq. Onun tamamilə Donald Trump'ın ətrafından uzaqlaşması ağlabatan deyil. Həmçinin bunun yanlış addım olacağını da görürük. Çox güman ki, Musk Tesla və X-də olan səlahiyyətləri ucbatından Ağ Evdən uzaqlaşır. Trump'la Musk'ın daim yanaşı görünməsi də xoş deyil. Sanki Trump onun kölgəsində qalır. Unutmayaq ki, Donald Trump'ın prezident seçilməsində Elon Musk böyük dəstək nümayiş etdirdi. Elon Musk is ubiquitous. He is everywhere. Elon Musk xüsusi dövlət işçisi kimi yalnız 130 gün fəaliyyət göstərəcək. Lakin prezident Donald Trump onun vəzifədə qalmasını istəyərsə, başqa hüquqi həll yolları tapa bilər. Yerli medianın məlumatına görə Amerikalı milyarderin hökumətin səmərəliliyi departamentindəki cəhdləri uğursuzluqla nəticələnib. Onun planında bəzi qüsurların olduğu bildirilir. Musk gördüyü işlərin qanuni olub olmamasına diqqət yetirməyib. Dövlət katibi Mark Rubio və digər rəsmilər onun bəzi addımlarına qarşı çıxıblar. Elon Musk'ın agentlikdəki qeyri-rəsmi davranışları dövlət qulluqçularının onun əmrlərinə tabe olmamasına səbəb olub. Xarici nəşrlər yazır ki, bununla da onun siyasi fərasəti sual altına düşüb. Bu səbəbdən də zərəri öz şirkətləri görüb. Tesla'nın satışında rəqəmlərin aşağı enməsi bunun əyanətidir.